Bu mənzili istəsəz nağd şəkildə, istəsəz pulun yarısını ödəyib, yarısını da 18 aylıq kredi şəklində ödəyib ala bilərsiniz. Yerləşir Nərimanovda, Qarabağ küçəsində, Heydər Əliyev mərkəzinə yaxın, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş, 3 otaqlı mənzildir. Mənzildə təmirdən də sonra yaşayış olmayıb, bəzi mebellər var, indi göstərəcəm mənzildə ümumilikdə nə var, nə yox. Geniş ölçüyə malikliğində az nə çox 137 kvadrat ölçüsü var bu mənzilin. Hər bir şey dediyim kimi nəzərdə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə böyük dolabımız yığılıb və bu tərəfində əyləşmək üçün, paltar asmaq üçün yer nəzərə alınıb. Bunların da içərisini göstərim. Dərinlikdə çox yaxşıdır. Demək olar tam axıra kimi yığılıb. Yəni şkaflar da çoxdur. Əşyalarınızı, paltar, ayaqqabı hamısını tam rahatlıqla yerləşdirə bilərsiniz. Döşəməsi qranitli döşəməyə tərtiz olunub. İşıqlandırmasında 2 ədəd lüstrdən və spotlardan istifadə olunub. Otaqların yerləşməsini deyim girişdən daxil olduqda sağda birinci mənzilin ümumi sanitar qovşağıdır. Bura əsas yataq otağı, ikinci yataq otağı, qonaq otağı, bura isə mənzilin mətbəxidir. Gəlin mətbəxdən davam eləyək. Mən bir-bir bütün otaqları sizə göstərim. Mətbəxin də ölçüsü genişdir, ümumilikdə otaqların ölçüsü kifayət qədər genişdir. Buradan mənzilin eyvanına çıxış var, həm buradan, həm qonaq otağından, digər eyvanına isə yataq otağından 2 böyük eyvanı var. Girişdə olan stüdiyo kimi burada da davam etdirilib. Yeni mətbəx mebelimiz yığılıb, deməli şkaflar da çoxdur. Üstü və sinəli mərmərdir, qaz peçi aspiratoru qoyulub hazırdır. Şkafların da içərisini göstərim buranın işıqlandırmasında. Lüstr və spotlardan istifadə olunub. Divarda gözəl lepka işləmələr və divarda dekorativ boyadır. Yəni adi müstəviyə və yaxud divar kağızı deyil. Bu hissədə güzgü yığılıb, dekorativ güzgü. Mətbəxdən bu qədər. Yəni ki, bir də soyuducunun yeri buradır. Paltarların yeri kimi hamısı nəzərə alınıb. Keçək, mən sizə göstərim. Burada yerləşən mənzili əsas yataq otağını. Geniş ölçüsü var. Yataq otağına yəqin ki, videodan indi seyirsiz. Taxt yerləşdirilib burada. Hazırdır. Pərdələrə kimi hamısı var. Dediyim kimi mənzilin ikinci eyvanına da bu yataq otağından çıxış var. Tavan hissərini göstərim. Lüstr, spot, gözlük hamısı qaydasındadır. TV internet çıxış. Burada nəzərə alınıb. Burada isə divarda avoylardan divar kağızından istifadə olunub. O hissədə make-upımız və bu yataq otağının daxilində özünə məxsus ayrı sanitar qovşaq var. Mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Digərini də göstərəcəm. Bu yataq otağının daxilində olandır. Bütün aksesuarlar tam olaraq hazırda sağ tərəfdə bu hissədə. Duş kabinimiz yığılıb. Divarçı aksesuarlardan istifadə olunub. Modeldir. Divar çürütəz. Hər bir şey dediyim kimi tam hazır vəziyyətdədir. Və burada təbii ki, isti döşəmə ilə tərkiz olunub. Keçək, mən sizə göstərim girişdə olan əsas sanitar qovşağı. Bayaq dediyim girişdən daxil olduqda sağda yerləşir. Buranın genişliyini yəqin görürsünüz. Deməli, burada duş kabinimiz yığılıb. Hər bir şey dediyim kimi tam hazırdır. Gözəl moydadır, böyük güzgü və maraqlı teksturalı qranitdə seçilib ümumilikdə. Bu sanitar qovşaqdan da bu qədər. Keçirik mənzilin qonaq otağına. Buradan daxil oluruq. Ölçüsü də bildiyin çox böyükdür. Yəni təxmini 27, 28, 30 kvadrat, yəni təxmini olar. Onu deyim ki, otaqlarda döşəmə, parketdir və buradan da bayaq dedim eyvana çıxış var. Həm buradan, həm də mətbəxdən istilik sistemi kombidir, aparat da qoyulub hazır vəziyyətdədir. Mərkəzdə gözəl böyük lüstrumuz var. TV stand bu hissədədir. Burada yığılıb. Ümumi olaraq göstərim. Və bu hissədən mebel dəstinizi tam rahatlıqla yerləşdirə bilərsiniz. Yəni ölçüsü kifayət qədər genişdir. Keçək, mən sizə göstərim ikinci yataq otağının sonra qiymət və digər məlumatları nəzərinə çatdıracağam. Burada ikinci yataq otağımızdır. Buranı istəsəz, uşaq otağı kimi istəsəz, böyük yataq otağı kimi istifadə edə bilərsiniz. Yəni bunların hamısı sizdən asılıdır. Burada da bir böyük eyvanımız var. Burada yerləşmə belədir. Taxtın yeri
bu hissədə nəzərə alınıb. Bu tərəfdə TV internet çıxışı əks tərəfdədir. Bu hissədən şkafınızı yığmağa yer var. Yəni hər bir şey nəzərə alınıb. Tavan hissəsində ümumi olaraq göstərim. Düstur, spot, gizli işıq, hər bir şey var. Belə, mən mənzildə olan demolar nə var, nə yox, hər şeyi sizə göstərdim. Keçirik məlumatlara. Dediyim kimi, yerləşir Nərimanov rayonu Qarabağ küçəsində Heydər Əliyev mərkəzinə yaxın, yeni tikili bina, yeni təmiri və təmirdən də sonra yaşayış olmamış, geniş 3 otaqlı mənzildir. Ölçüsü 137 kvadratdır. 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Bina da ərazinin ən yaxşı binalarından biridir. Və mənzilin start olaraq qiyməti 515.000 manat təyin olunub. Bu mənbələrin dediyim kimi 50%-ni yarısını ödəyib, yarısını da 18 aya faizsiz kredi şəklində ödəmək imkanınız var. Mənzildən bu qədər. Əlavə məlumatlar üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.